Salam, axşamınız xeyir olsun. Xoş gördük sizi əziz dəyərli müdavimlər, müəllimlər və müəllim olmağa hazırlaşanlar. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu günləri mən sizə söz verdiyim kimi inteqrasiya ilə bağlı, idrak taksonomi inteqrasiya deyiləm, üzrlü sayın, idrak taksonomiyasından bağlı təhlil etmək və dəyərləndirməyin izahını verəcəm. Bunları fərqləndirmək, təhlil etmək nədir, dəyərləndirmək nədir, necə bunları tapaq, onun izahını verəcəm. Qeyd edeyim ki, qəbula ən çox düşən suallarımızdandır və bunların fərqini çox az adam seçməyi bacarır. Ona görə gəlin başlayaq vaxtında sizdən təhlil etmək və dəyərləndirməyin ayrı-ayrılıqda izahına, həmçinin də ki, bunların ən incə bir məqamdan fərqinə. Qeyd edeyim ki, bilirəm, deyəcəksiniz ki, müəllim, bəs niyə başdan izah vermişsiniz hamısında? Onsuz da mənim YouTube-da taksonomiyanın bütün izahı olmalıdır. Əgər onu tapmasanız, ola bilər ki, hər il bu izahı yeniləyirəm, bir şey də köhnəni silmişəm. Ola bilər tapmasanız, videonu YouTube-da, Instagramda və TikTokda harada görsəniz, yəni bunun fərqi yoxdur. Bir dənə mənim nümunəmə yazın ki, müəllimə bizə taksonomiyanın bütöv izahını göndərir. Mən sizə taksonomiyanın bütöv izahını, həmçinin də ki, necə sual-cavab etmişəmsə taksonomiyanın müdavimlərdən, həmçinin mən sizə o izahı da göndərim. Baxın və o izaha, həm fərdi formatda sual-cavab baxdığınız zaman taksonomiya dərsini daha rahat qavrayacaqsınız. Amma bu günləri təhlil etmək və dəyərləndirməyin fərqini deyirəm sizə. Başlayaq. Təhlil etmək bizdə, baxın, hər hansısa bir şeyi hissə-hissə analiz etməkdir. Hər hansısa bir şeyi parçalamaqdır. Hər hansısa bir şeyi yoxlamaqdır, seçməkdir, müqayisə etməkdir. Düşünün ki, paltar almağa gedirsiniz marketə, mağazaya və yaxud da hər hansısa bir bazarlıq etməyə gedirik, düzdürmü? Nəsə bir paltar aldığımız zaman biz nə edirik? Heç bir qadın birdən-birə bir dəfəyə paltar geyinmir. Düz ola bilər geyinənlər var, amma sözüm o deyil. Yəni, biz o paltarı birini geyinirik, ikisini geyinirik, yoxluyuruq, fərqlərini tapırıq. Axtarırıq, hansı mən daha çox yaraşdı, hansı rəngim açdı, hansı mənə uyğundur. Yəni, seçmək. 2 dənə nüans arasından, 3 dənə nüans arasından, 4 dənə nüans arasından hər hansısa birini seçmək, yoxlamaq, müqayisə etmək bizim təhlil etməyimizə aiddir. Həmçinin də ki, bunun, yəni təhlil etməyin əsas sözlərinə ən, daha və lap sözləri aiddir. Yəni, ola bilər cümləmizdə ən, daha, lap sözlərini versin. Ola bilər də ki, verməsin. Məsəl üçün, deyirəm ki, Leyla paltar almağa gedəndə özünə ən yaraşan paltarı seçdi. Ən yaraşan paltarı seçdi. Deyirik ki, artıq o geyinib, yoxlayıb, bir ən az 2-3 dənəsini yəqin yoxlayıb, bilir ki, ən yaxşısı budur. Və yaxud da müəllim axtarışındasınız, kitab axtarışındasınız. Gedirsiniz, sınaq dərslərinə qoşulursunuz, müəllimdən məlumat alırsınız. Sizə qiymət cəhətdən, dili cəhətdən, rahatlıq cəhətdən ən yaxşı müəllimi, daha yaxşı müəllimi, daha uyğun müəllimi, ən əlverişli müəllimi seçirsiniz. Və yaxud da kitab cəhətdən vəsaitlər çoxdur. Gedirsən, güvənimi, hədəfimi, kasbinimi, kurs indi kitabları məşhurdur deyə deyirəm, tayinmi, hansısa mı? Baxırsan, reklam getdi bu arada. Baxırsan, içəriğini yoxlayırsan, içəriyindən sənə hansı rahatdırsa, hansını da istərsən ürəyincədirsə, onu seçirsən. Yəni, təhlil etməkdə yoxlamaq, seçmək, müqayisə etmək. Bu söz bir də ən, daha, lap sözləri olmalıdır. Yəni, yoxlayıb birini götürür. Məsəl üçün, deyirəm ki, evə getmək üçün ən rahat marşrutu seçdi. Bu, bizim əvvəlkilərin qəbul sualı. Yəni, təhlil etmək budur. Amma təhlil etməyin ən çox düşən suallarından, baxın, yenidən söz deyirəm, təhlil etməyə çox sual düşür. Amma ən çox sual düşən sual tipi. Artıq mən bunu yenə təhlil etməyə aid elədim. Bir tip sual düşür ən çox. Bu da müəllifin mövqeyi ilə bağlı düşən suallardır. 2 nüans var. Baxın, burasını indi mən sizə qoyun saxlayayım. Dəyərləndirməkdəyim. Qayıdım ondan sonra deyərəm. Eyb yox. Dəyərləndirmək isə bizdə budur ki, hər hansısa bir şeyə dəyər vermək. Kiməsə qiymət vermək. Biz kimə dəyər veririk? Bax, diqqətli olun, dərsə qaçırmayın, yəni keçirtməyin deyim də sizə. Çünki mən sizə hələ bunların fərqini deməmişəm. Hələ ki, ayrı-ayrılıqda izah eləyirəm. Bunların ikisinin gözəl bir dənə yeri var. Orası sizə izah edəcəm. Dəyərləndirmə bizdə budur ki, kiməsə dəyər vermək. Kiməsə qiymət vermək, kimisə müdafiə eləmək. Biz həyatda kimi müdafiə edirik? Sevdiyimiz insanlara. Biz kimi mühakimə edirik ki, sən niyə bunu belə eləmirsən? Axı, sən belə insan deyilsən. Mühakimə edirik, düzdürmü? Ona görə deyirik ki, birinci nüansıdır bunun. Mühakimə etmək, müdafiə etmək dəyərləndirməyə aiddir. İkinci, müəllimin şagirdə verdiyi qiymət dəyərləndirməyə aiddir. Və yaxud da gəlib səndən soruşurlar ki, sən müəllimə necə insandır? Xarakterindən deyirsən ki, mən müəllimə mehribandır, qayğı keçdi, bizi çox istəyir, dərsdə mükəmməl keçir. Bir insanın xarakterlərini saymaq artıq dəyərləndirməyə aiddir. Və yaxud da dəyərləndirmə deyəndə cümləmizdə mütləq debat. Harada debat gördüksə dəyərləndirməyə aiddir. D bərabərdir D.
Debat. Həmçinin də ki, bunu bəzən debat vermir. Debat bilirsiniz ki, ingilis sözüdür. Mənası isə bunun bizdə deməli deyir ki, özünüz müqayisə edin. Siz müqayisə edin. Deyir, deyəmədən bunu debat demir. Deyir ki, müəllim şagirdlərə hər hansısa bir nüansı müqayisə eləməyi tapşırdı. Uşaqlar bir şeyi müqayisə eləyirlərsə, deməli tutaq ki, deyirlər ki, bu günlərim hansı dərs keçək? İdrak mı, tutaq ki, bilik dərsimi? Deyirəm, gedin bunu müqayisə edin, siz qərar verin. Hansı sizə ən vacibdir, daha vacibdir, onu götürün. Ona görə deyirik ki, cümləmizdə debat varsa, bəzən isə debat yazmır, müqayisə yazır. Müqayisə varsa, bu dəyərləndirməyə aiddir. Debat həmişə yox, 90% hallarda təqlid təfəkkürə aiddir. Yəni, debat budur ki, sübut gətirmək, isbat gətirmək. Məsələn, mən sübut edirəm ki, bu mövzudan mütləq bunun fərqi budur. Mən sizə isbat edirəm ki, mən əsaslandırıram ki, mütləq bizə bu lazımdır. Məsələn, deyirəm, müəllim şagirdlərə deyir ki, hər hansısa bir nüansı müqayisə edin, görək sizə hansı dərs keçək, bilirik mi, dəyərləndirməyi, bununla müqayisə edin, mənə fikrinizi əsaslandırın, mənə fikrinizi tutaq ki, sübut edin. Yəni debat, sübut, müqayisə eləmək, kimisə müdafiə eləmək, mühakimə eləmək, müəllimin şagirdə verdiyi qiymət dəyərləndirməyə aid oldu. Bu oldu qısa nüansları. Təhlil etmək nə olmuşdu bizdə? Təhlil etmək isə bizdə bu idi ki, ən daha lab seçmək, yoxlamaq, müqayisə eləmək, müqayisə edib birin götürmək. Təhlillə və dəyərləndirməyə aid idi. Təhlil aid idi, düz istəyirəm. Bir də indi bunların sizə mən təhlil və dəyərləndirməyə aid olan və çaşdırılan nüansını qeyd edirəm, qulaq asın. Deməli, bir də nüans var. Müəllifin mövqeyi nüansı. Baxın, deyir ki, əsəri oxumusan, əsəri oxuyandan sonra deyir, əsərdə müəllif nə demək istəyir? Əsərdə müəllifin mövqeyi nədir? Əsərdə müəllifin mövqeyini tap. Və yaxud da əsər olmasın. Deyirəm şeir. Deyirəm şeirdə ya şair nə demək istəyir? Şeirdə şairin mövqeyini tap. Yaxud da şair demir. Deyirəm ki, atalar deyib ki, böyüyün sözünə baxmayan böyrə qoyura qalar. Atalar bu da nə demək istəyib? Və yaxud da kino. Deyirəm ki, axşam kinoya baxdın, filan kinoya baxdın. O kinoda rejissor nə demək istəyir bizlərə? Və yaxud da əsəri yazan baş qəhrəman haqqında orada nəyi vurğulayıb? Əsəri yazan. Yəni, yazıcının, yazan insanın fikrini istəyirəm. Kim yazanın özünün, rejissorun, yazanın, musiqicinin, bəstəkarın, onun öz əsəri, öz yazdığı haqqında fikrini istəyirəm səndən. Bu bizim təhlil etməyimizə aiddir. Təhlil etmək yazıcının mövqeyini tapmaqdır. Yazıcı bu da bunu deyir. Nə bilim, hakim futbolda bunu elədi, hakim bunu elədi, hakimin fikri. Rejissor bunu demək istəyib. Rejissor demək istəyib, öz fikrini yox, rejissorun demək istədiyini deyirsən. Hakimin demək istədiyini deyirsən. Yazıcının mövqeyi bu da budur. Yazıcı bu da baş qəhrəmanı bu cür yazıb. Yazıcının baş qəhrəman haqqında fikirləri budur. Atalar sözünün, atalar buna görə bunu yazıb. Ataların mövqeyi. Atalar deyib, bu da nə demək istəyib? Atalar bu da bunu demək istəyib. Başqa insanın fikrini deyirəm. Bu bizim təhlil etməyimizə aiddir. Dəyərləndirməkdə isə sənin fikrini istəyirəm. Deyirəm, səncə, o kino necə kinoydu? Səncə, bu əsərdə yazısı niyə belə yazıb? Baxın, bir var desəm ki, bu əsərdə yazısı nə demək istəyir? Yazıçının sözü nədir? O olur təhlil. Bir də var ki, bax, bir də deyirəm. Deyirəm ki, yazıcı, bu əsər, baxın, bunu elə qeyd eləmişəm, qoy bunu deyim. Deyirəm ki, bu əsərdə müəllif deyir ki, müəllifin mövqeyi budur ki, müəllif bunu vurğulayıb ki, müəllif baş qəhrəman haqqında belə yazıb ki, bu təhlil etməkdir. Bir də var ki, məncə müəllif bunu deyir. Müəllif bu da filan şeyi vurğulamışdı. Məsələn, yəni kiməsə münasibət bildirəndə, sən münasibət bildirirsənsə, sən öz sözündən deyirsənsə, sən onun fikrini izah eləyirsənsə, bu olur bizim dəyərləndirməyimiz. Amma sənin üçün yox, yazanın fikrini tapırsansa, başqa insanın fikrini tapırsansa, bu olur bizim təhlil eləməyimiz. Bax, incə fərqləri burasındadır və ən çox sualda bunlar düşür. Bir də indi bunlar nümunə deyirəm. Baxın, yenə dəyərləndirmədə deyirəm. Məncə burada deyir ki, fikrimcə, mənə görə cümləyə baxan öz fikrimizi bildiririk. Bu olur bizim dəyərləndirməyimiz. Təhlil etməkdə isə nə deyir? Kiminsə əsərinə öz fikrini bildirməyini istəyir. Məsəl üçün, yazıçı bu əsərdə bunu deyir ki, yazıçı bunu vurğulayır ki, yazıçının mövqeyi budur ki, bu isə bizim təhlil etməyimizə aiddir. Hər ikisi arasındakı incə bir fərqdir. Aydındırmı? Yəni, bu incə fərqi bilsən ki, sənin fikrini yox, yazanın mövqeyini istəyir bu təhlil eləməkdir. Amma sənin fikrini istəmək isə dəyərləndirməkdir. Bunlarla bağlı heç bir çətinliyiniz olmayacaq. Bir də
Məsəl üçün deyirəm ki, Aytəkin müəllimənin hərəsamağı PDF-i var. Deyirəm müdavimlər onun PDF-inə münasibət bildirdi. Bu oldu, məni dəyərləndirdilər. Bir deyir yaxşıdır, pisdir, xoşuma gəlmədi, səhv yazmışdı. Başqalarının fikri dəyərləndirməkdir. Bir də var ki, deyirəm ki, Aytəkin müəllimə PDF yazanda o mövqeyi budur. Aytəkin müəllimə bu mövqeyi ilə gedir ki, Time kitabı qəliizdir, işi rahatlaşdırsın. O mənim mövqeyimi deyir, mənim fikrimi deyir. Bir də var ki, kimsə mənim kitabımı pisləyir yenə. Mən qayıdıram öz kitabımı pisləyib, mən pis dəyərləndirmə deyir mənə pisləyib. Mən qayıdıram, özümü müdafiə edirəm. Onu mühakimə edirəm ki, sən niyə məndən bu səhv axtarırsan? Mənim kitabım belədir, yaxşıdır, mükəmməldir. Mənim özümü müdafiə etməyim, başqa birini mühakimə etməyim, kitabımı sübut eləməyim, kitabıma özümün qiymət verməyim mənim dəyərləndirməyimə aiddir. Bu da qalsın sizin yadınızda. Belə ümid edirəm ki, dəyərləndirməkdən, təhlil etməklə bağlı çətinliyiniz olmaz. Yenə deyirəm ki, istəyirsə PDF-i də, video izahı da nömrəmə yazsın. Mən sizə həm PDF-i, həm də taksonomiya ilə bağlı testi göndərəcəm. Belə, uğurlar. Bununla bağlı testlərimizə isə növbət dərslərimizə baxacağıq. Bu mənim nömrəmdir. Kim istəyirsə idraçın bütün izahını, idraçın bütün sual cavabını mən sizə göndərəcəm.